Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyir olsun. Yenə sizin üçün sual-cavab hazırlamışam, xüsusilə ikinci cəhdə hazırlaşan abituriyentlər. Düşünürəm ki, bu video sizin üçün çox faydalı olacaq. Bu arada videonun davamı da gələcək. İzləməyi, kanala abunə olmağı və paylaşmağı unutmayaq. Siz məni dəstəkləyin, mən də sizə daha çox kömək edim, daha çox faydam toxunmuş olsun. Demək, bu dəfə mövzunu nə seçmişəm? Sual-cavab bölməmizə, mövzu ədəbiyyatımızda ilklər seçmişəm. Yəni, ədəbiyyatda ilk dəfə nələrin əsası qoyulub, kimlər tərəfindən və neçənci əsrdə? Gəlin, bununla bağlı sual-cavab eləyək. Demək, sualı da mən verəcəm, cavabı da özüm verəcəm. Amma siz məndən öncə sualları cavablandırmağa çalışın. Başlayaq. Lap əvvəldən başlayaq. Demək, ilk dəfə rübai janrından istifadə etmiş sənətkar kimdir və neçənci əsrdə yaşayıb? Cavab 11-ci əsr Qətran Təbrizi. İlk farsça divanın müəllifi kimdir və neçənci əsrdə yaşayıb? Qətran Təbrizi 11-ci əsr. İlk poema hansı dildə yazılıb? Kim tərəfindən? Neçənci əsrdə? İlk poema Töhfətül Raqiyin əsəri Xaqani Şirvani tərəfindən 12-ci əsrdə yazılıb fars dilində. Və onu da vurğulayım ki, Töhfətül Raqiyin əsərinin süjet xətti yox idi. Avtobioqrafik əsərdir. Sonra, bəs sual versələr ki, ilk süjetli poemanın əsasını kim qoyub və neçənci əsrdə? Cavab Nizami Gəncəvi 12-ci əsrdə Xosrov və Şirin poeması. İlk nəsr əsəri. Farsça ilk nəsr əsəri neçənci əsrdə kim tərəfindən qoyulub əsası? Xaqani Şirvaninin məktubları hesab olunur 12-ci əsr. Hətta onun nəsr əsəri var, Münşəat. O əsərdə gedir, ilk əsər kimi farsça yazılan, amma yenə vurğuluyorum fars dilində. Azərbaycan dilində isə ilk nəsr əsərini Məhəmməd Füzuli Şikayətnamə əsəri ilə 16-cı əsrdə əsasında qoyub. Yəni, farsça yazılanla Azərbaycanca yazılanı qətiyyən qarışdırmayın. Sonra, ilk ideal qadın obrazı hansı əsərdədir? Kim tərəfindən yazılıb? Demək, Şirin obrazı Nizami Gəncəvinin Xosrov və Şirin poemasında 12-ci əsr. İlk hökmdar qadın obrazı hansıdır? Cavab, yenə Nizami Gəncəvi, Xosrov və Şirin poeması 12-ci əsr. İlk mənzum roman hansı hesab olunur? Demək, belədir. Fars dilində ilk mənzum roman Xosrov və Şirin poeması hesab olunur. Əslində, Xosrov və Şirin düzdür. Biz ona poema deyirik, amma həcminə görə, eləcə də oradakı obrazların sayına görə, hadisələrin əhatəliyinə görə mənzum, belə deyim, xüsusiyyəti bağışlayır. Ona görə Xosrov və Şirin eyni zamanda mənzum roman hesab olunur. Nizami Gəncəvi tərəfindən yazılıb 12-ci əsr farsça. İlk Leyli və Məcnun poemasını yazan şair kimdir? Nizami Gəncəvi 12-ci əsrdə fars dilində yazıb. İlk xəmsə müəllifi kimdir? 12-ci əsr Nizami Gəncəvi. İlk dəfə ana dilində şeiri bizə gəlib çatan şairlər kimlərdir və neçənci əsrdə yazıb bunları? 13-cü əsr İzzəddin Həsənoğlu, Şeyx Səfiyyəddin Ərdəbili. İlk ana dilində divan müəllifi. Bundan öncə nə demişdim? İlk fars dilində divan müəllifi. İlk farsça divan müəllifi oldu Qətran Təbrizi 11-ci əsr. Amma ilk ana dilində divan müəllifi Şeyx Səfiyyəddin Ərdəbili 13-cü əsr. İlk ana dilində poemanı kim yazıb? Dastan Əhməd, bir dəqiqə üzrü sayın. Davam eləyək videomuza. Demək, harada qalmışdıq? İlk ana dilində poema. Cavab, Dastan Əhməd Əraim poeması, bir də Qul Əlinin Qissə Yusif poeması 13-cü əsr. İlk ana dilində Həzəc bəhrində yazılmış poema hansıdır? Dastan Əhməd Ərami, müəllifi bilirsiniz ki, məlum deyil. Əsr olaraq biz götürürük 13-cü əsr. Sonra, ilk ana dilində rübai yazmış şair. Bundan əvvəl nə dedim? Bir dəqiqə, üzrü sayın. Aha, telefon düzəldim. Demək, bundan qabaq dedim ki, ilk dəfə rübai yazmış şair fars dilində. Bu oldu Qətran Təbrizi 11-ci əsr. İlk ana dilində rübai yazmış şair Qazi Burhanəddindir 14-cü əsr. İlk dəfə tuyuq janrından istifadə edən şair kimdir və neçənci əsrdə istifadə edib?
Qazi Bürhanəddin 14-cü əsr. İlk Dəhnamə müəllifi kimdir? Və neçənci əsrdə yazıb bu Dəhnaməni? Demək, cavab maraqlı. Uşaqlar, bir çox mənbələrdə maraqlı əhvədi gedir, bir çox mənbələrdə maraqlı övhədi gedir. Bilin ki, ikisi də sonuçta eyni şəxsdir. İlk Dəhnamənin müəllifi maraqlı övhədidir, 14-cü əsr. İlk dəfə iki gəncin dostluğu haqqında yazılmış əsər hansıdır? Mehr və Müştəri, Əsrar Təbrizi, 13-14-cü əsr. Keçdik. İlk dəfə ana dilində Leyli Məcnun poemasını yazan şairlər kimlərdir? Zəmiri və Həqiri Təbrizi, 16-cı əsr. Baxın, Leyli Məcnunu birinci dəfə fars dilində Nizami Gəncəvi yazdı, bunu unutmayaq, 12-ci əsr. İlk dəfə ana dilində isə adətən abituriyentlər səhvən Məhəmməd Füzuli götürür. Məhəmməd Füzulidən qabaq Zəmiri və Həqiri Təbrizi yazıb, amma onlar da 16-cı əsrdə olmağına. İlk dəfə divanına hecə vəzinli şeir də daxil edən sənətkar kimdir? Divan, bəlkə ola bilsin bilməyənlər var. Divan bilirsiniz ki, o vaxtın sanki şeir toplusu, şeir kitabçası, yəni ilk dəfə şeir kitabına, divanına hecə vəzində şeir daxil edən sənətkar kimdir? Yəqin ki, cavabı artıq tapmışsınız. Söhbət gedir Şah İsmayıl Xataydan, 16-cı əsr. Sonra ilk Bahariyə yazan sənətkar kimdir və neçənci əsrdə yazıb? Şah İsmayıl Xatay 16-cı əsrdə. İlk qoşma müəllifi yazılı ədəbiyyatımızda kim hesab olunur? Qoşma janrı. Yəni bilirsiniz ki, qoşma gəraylı aşıq şeir janrıdır. Amma bu aşıq şeiri janrını yazılı ədəbiyyata gətirən, qoşma janrını gətirən ilk sənətkar kimdir? Gəlin bu sualı elə mən gəraylıqda əlavə edeyim. İlk qoşma və gəraylı janrını yazılı ədəbiyyata gətirən sənətkar kimdir? Çünki söhbət eyni şəxsdən gedir. Söhbət gedir Şah İsmayıl Xataydan, 16-cı əsr. İlk dəfə epik əsərdə lirik şeirdən istifadə edilən əsərlər hansılardır? Yəni, epik əsər bilirsiniz ki, süjet xətti olan əsərlərə deyirik. Süjet xətti olan əsərdə, epik əsərdə lirik şeirlərdən, yəni lirik parçalardan istifadə olunur. Yəni, bir süjet xətti olan əsərlərin içərisində şeirlər verilib, daha dəqiq desəm. Söhbət hansı əsərlərdən gedir? Dastan Əhməd Hərami poeması, ilk dəfə ana dilində yazılan poema, müəllifi bəlli deyil. Bir də Yalvarış qəzəli, söhbət gedir 13-cü əsrdə. Yəni, Dastan Əhməd Hərami dastanında qəzəlin adı Yalvarış qəzəlidir. Həmin qəzəldən istifadə olunur. Epik əsərdə lirik şeirdən istifadə edən ilk şair. Yəni, bunu epik əsərdə lirik şeirdən istifadə edən ilk şair. Bilirsiniz ki, o bayaq dediyimin Dastan Əhməd Həraminin o müəllifi bəlli deyildi. İndi artıq müəllifi bəlli olandan söhbət gedir. İlk dəfə epik əsərdə lirik şeirdən istifadə edən, yəni müəllifi bəlli olan müəllif. Söhbət gedir Dəhnamə əsərindən, 16-cı əsrdə Şah İsmayıl Xataydan. Orada Bahariyə şeiri var. Həmin şeiri nəzərdə tutaraq verdim bu sualı. Ana dilində ilk nəsr əsəri yazan şair, bayaq demişdim, yenə xatırladım. 16-cı əsrdə Məhəmməd Füzuli Şikayətnamə əsəri. Sonra, tərcümə əsəri olan ilk şair kimdir? Tərcüməçiliklə məşğul olan ilk şair. Məhəmməd Füzuli, Hədis-i Ərbəyin, 16-cı əsr. O, fars tacik şairinin əsəridir bu. Yəni, fars dilindən tərcümə edib də, belə deyim. Bir əsərdə bir neçə bəhirdən istifadə olmuş ilk əsər hansıdır? Bir əsərin içində bir neçə bəhir var. Söhbət gedir Leyli və Məcnun əsərindən, müəllifi Məhəmməd Füzuli, 16-cı əsr. Allegorik poema yazmış ilk sənətkar kimdir? Məhəmməd Füzuli, 16-cı əsr. Bəngübadə əsəri. Adını dəqiq deyim, Bəngübadə. Ədəbiyyatımızda xəlqilik gətirən ilk şair. Ədəbiyyatımıza xəlqilik gətirən ilk şair. Molla Pənah Vaqif, 18-ci əsr. Ədəbiyyatımızda realist poeziyanın banisi kimdir? Yəni, realizmin əsasını qoyan sənətkar kimdir? Yenə Molla Pənah Vaqif, 18-ci əsr. Nəsrlə yazılmış ilk müstəqil hekayə. Təkrar vurğulayıram, ilk müstəqil hekayə, amma nəsrlə yazılmış. Hansı əsərdir və müəllifi kimdir? Cavab Kitab Əskəriyyə, Abbasqulu Ağa Bakıxanov, 19-cu əsr.
Ədəbiyyatımızın satiranın banisi kimlər hesab olunur? Qasım bəy Zakir, Bababəy Şakir, 19-cu əsr. Ədəbiyyatımıza ilk komediya müəllifi kimdir? Mirzə Fətəli Axundzadə, Hekayət Molla İbrahim Xəlil Kimyəgər əsəri, 19-cu əsr. Dramaturgiyamızda ilk qərbli obrazı hansıdır və hansı əsərdən biz bunu görürük? Monsieur Jordan əsəri, Monsieur Jordan obrazı Hekayəti Dərviş Məstəri Şah əsərindən, Mirzə Fətəli Axundzadə, 19-cu əsr. Realist nəsrin, yəni realist nəsr deyərkən ilk povest janrının əsasını kim qoydu? Mirzə Fətəli Axundzadə, Aldanmış Kəvakib. O əsərin bilirsiniz ikinci adı var, Hekayəti Yusif Şah, 19-cu əsr. Sonra ədəbi tənqidin banisi kimi hesab olunur? Səhvən bunu Firidun bəy Köçərli götürürlər, ancaq səhvdir. Ədəbi tənqidin banisi Mirzə Fətəli Axundzadədir. Məqalələri ilə bunun əsasını qoyub. Ədəbiyyatımıza ilk dramın banisi kimdir? Yəni dramatik növünü demədim o. Xüsusilə dram janrının banisi kimdir? Mirzə Fətəli Axundzadə, Hekayət Xırs Quldurbasan, 19-cu əsr. Dram əsəri ilk dəfə səhnədə qoyulan sənətkar. Yəni hansı sənətkarın dram əsəri ilk dəfə səhnələşdirilib? Söhbət gedir yəni Mirzə Fətəli Axundzadədən. 1873-cü il 10 mart Hekayət Vəziri Xan Lənkəran. Bu əsər vasitəsilə Azərbaycanda teatrın əsası quruldu. Sonra aşıq şeirinə yeni növ, yəni yeni janr gətirən aşıq kimdir? Aşıq Ələsgər, 19-cu əsr. Yəni aşıq sənətində yenilikləri ilə seçilən, öz sözünü deyən sənətkar. İlk milli qəzetimiz hansıdır və əsası nə vaxt qoyulub? Əkinci qəzeti Həsən bəy Zərdabi tərəfindən 1875-ci il 22 iyul. İlk faciə janrının müəllifi kimdir? Amma nəsrlə yazılan faciə, nəsrlə. Müsibət Fəxrəddin Nəcəf bəy Vəzirov, 1896-cı il. Ədəbiyyatımıza ilk allegorik mənzum dramı kim yazdı? Cəlil Məmmədquluzadə, Çay dəstgahı, 1889-cu il. Milli uşaq dramaturgiyasının əsasını kim qoydu? Demək, uşaq dramaturgiyasının əsasını Çay dəstgahı əsəri ilə Cəlil Məmmədquluzadə, təkrar vurğulayıram, 1889-cu ildə. Azərbaycanda ilk ədəbi məktəb yaradan mətbuat orqanı hansıdır? Molla Nəsrəddin jurnalı, 1906-cı il. Sonra demək, nə qaldı suallarımız? Azərbaycan ədəbiyyatında tənqidi bədii realist nəsrin əsasının qoyulması hansı mətbuatla başlayıb? Təkrar vurğulayıram, ola bilsin sual biraz qəliz gəldi. Azərbaycan ədəbiyyatında tənqidi bədii realist nəsrin əsasını qoyan mətbuat. Molla Nəsrəddin jurnalı, 19-cu əsr. Molla Nəsrəddinci satirik şeir məktəbinin banisi kimdir? Bax, satiranın əsasını demirəm. Satiranın əsasını biz dedik ki, Bababəy Şakir, Mirzə Baxış Nadim bunlar qoydu. Amma satirik şeir məktəbinin, artıq məktəb yaradıb. Bu məktəbin banisi kimdir? Mirzə Ələkbər Sabir, 20-ci əsr. 51-ci suala gələk. Azərbaycanda yaradılan ilk sistemli ədəbiyyat tarixi əsəri. Yəni, ədəbiyyata həsr olunmuş əsər, ilk sistemli. Bilirsiniz ki, ədəbiyyat şünaslıq elmi 3 sahəyə bölünürdü. Ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid. Həmin ədəbiyyat tarixi hissəsinin bölməsinin əsasını kim qoyub? Firidun bəy Köçərli 1903-cü ildə deyim hansı əsərləri ilə Azərbaycan ədəbiyyat tarixi materialları kitabı. Bax, bu kitabda onun əsasını qoyub. Ədəbiyyatımızda kiçik hekayə janrının ilk böyük proqramı. Kiçik hekayə janrının ilk böyük proqramı hansı əsərdir və müəllifi kimdir? Cəlil Məmmədquluzadə, 1903-cü il Poçt qutusu əsəri. Demək, Qarabağ münaqişəsinə həsr olunmuş ilk əsər hansıdır və müəllifi kimdir? Cəlil Məmmədquluzadə, 20-ci əsr. Kamança piyesi. Taziyanə, Qırmanc, Satirik marş, Bəhri təbil, sual-cavab janrlarını ədəbiyyatımıza gətirən şair kimdir? Mirzə Ələkbər Sabir.
Ədəbiyyatımızda süjetli satirik şeirin yaradıcısı kimdir? Təkrar vurğulayıram, süjetli satirik şeir. Süjetli satirik şeirin yaradıcısı. Mirzə Ələkbər Sabir. Mirzə Ələkbər Sabir eyni zamanda bayaq dediyimiz kimi satirik məktəbin əsasını qoymuşdu. 20-ci əsr. Səttarxanı ilk dəfə şeirdə bir milli qəhrəman kimi təqdim edən şair kim idi və hansı şeir idi? Mirzə Ələkbər Sabir, Səttarxana şeiri 20-ci əsr. Sonra folklorşünaslığın baniləri kimlərdir? Folklorşünaslıq elminin baniləri. Vəli Xuluflu, demək Salman Mümtaz, Əlizadə və Abid. Milli romantik şeirin banisi kimdir? Hüseyn Cavid, 20-ci əsr. Baxması suallar qaldı, bir dəqiqə. Ədəbiyyatımıza ilk mənzum faciə. Bundan qabaq biz nə dedik? İlk faciə ancaq nəsrlə dedik. Nəsrlə demək Müsibət Fəxrəddin əsəri Nəcəf bəy Vəzirov 1896-cı il. Amma nəzmlə yazılmış ilk faciə janrının əsasını kim qoydu? Hansı əsərlə? Hüseyn Cavid 1910-cu il Ana piyesi. Ana faciəsi deyə bilərsiniz. Piyes bilirsiniz ki, dramatik növdə yazılmış bütün əsərlərə biz piyes deyirik. Söhbət ana faciəsindən gedir. Sonra sonet, türkü və marş janrlarını ədəbiyyatımıza gətirən şair kimdir? Hüseyn Cavid, 20-ci əsr. Azərbaycan xalqının tarixini və milli taleyi probleminin bədii əsər mövzusu kimi alan əsər hansı əsərdir? Sual uzun oldu, təkrar vurğulayım. Azərbaycan xalqının tarixini, yəni tarixini, keçmişini, milli taleyini, ümumiyyətlə milli taleyi problemini bədii əsərdə mövzu kimi seçən sənətkar kim idi və bunu hansı əsərdə verdiyində tətbiq elədi bu mövzunu? Söhbət gedir Cəfər Cabbarlının Od Gəlini əsərindən 1927-ci il. Azərbaycan uşaq şeirinin yaradıcısı, daha doğrusu yaradıcıları deyərdim, kimlərdir? Abdullah Şaiq və Abbas Səhhət 20-ci əsr. Abbas Səhhət Mirzə Ələkbər Sabirin ən yaxın dostu idi. Bilmənlər üçün deyim. Ən yeni dövr Azərbaycan poeziyasının banisi kimdir? Ən yeni dövr. Mərhələləri yadınıza salın, xatırlayan yeni dövr, ən yeni dövr. Mərhələlərə bölünürdü. Ən yeni dövr Azərbaycan poeziyasının banisi Səməd Vurğundur. Demək, harada qaldıq? Müasir Azərbaycan dilinin banisi kimdir? Müasir Azərbaycan dilinin banisi Səməd Vurğun. İlk Azərbaycan xalq şairi kimdir? Səməd Vurğun. 1956-cı ildə Bağda layiq görülüb. Aşıqlar Birliyini yaradan sənətkar kimdir? Aşıqlar Birliyini Hüseyn Arif. Lirik psixoloji üslublu dramaturgiyaya gətirən sənətkar kimdir? Ümumiyyətlə, lirik psixoloji üsluba üstünlük verən, dramaturgiyaya gətirən, əsərlərində çox tətbiq edən sənətkar İlyas Əfəndiyev. Lirik psixoloji üslub deyəndə bilin ki, söhbət İlyas Əfəndiyevdən gedir. 20-ci əsr. Qadın surətini ilk dəfə tarixi dramın qəhrəmanı seçən sənətkar. Qadın surətini ilk dəfə tarixi dramın qəhrəmanı seçən sənətkar. İlyas Əfəndiyev. Söhbət gedir Xurşudbanu Natavandan. Natavan obrazı ilə 1980-ci il. Hələlik bu qədər. Videonun davamı olacaq. Təkrar vurğulayıram. Orada ümumi suallardan verəcəm sizə. Ümid edirəm ki, bir faydamız toxunacaq sizə.